yaşma. Tarix həmişə danışmır. Bəzən o səssiz hərəkət edir. Bu sıradan dəstə deyil, bu yaşmadır. Sizinlə Doktor Novadır. Bu xüsusi təyinatlı dəstədir. Onları görmürsən, ta ki gec olana qədər. Şuşanın azad olunması əməliyyatı 2020-ci ilin noyabrında keçirildi. Əməliyyata general-leytinant Hikmət Mirzəyev rəhbərlik edirdi. Təcrübəli komandir. Qərarları əməliyyatın taleyini müəyyən etdi. Minimum silah-sursat, maksimum dəqiqlik. Hər addım kontrol altında. Geri dönüş yox idi. Şuşanın azad olunması belə başladı. Səssizlik, heç bir nümayiş olmadan. Hər addım həlledici idi. Tarixin həmişə bir qiyməti olur və bəzən onu səssizcə ödəyirlər. Şuşa üzərində gün doğur. Missiya tamamlandı. Şuşanın azad olunması əməliyyatı hərbi tarixdə şəhər mühitində aparılmış ideal əməliyyat nümunələrindən biri hesab olunur və müxtəlif ölkələrin hərbi akademiyalarında öyrənilir. Sizinlə Doktor Nova idi. Öyrənin, nə qədər ki vaxt sizin tərəfinizdədir.